Millət salam. Dominarın yağını dəyişirəm. 3100 kilometr sürmüşəm axırıncı yağı dəyişəndən sonra. Bir dənə belediyə görə bunu ne göstərir. Çox yaxşı qalır. Görürsünüz? Çox qəşəngdən fokuslayaq. Əla. Hələ bu servis kitabçasında yazıb 5000-dən bir dəyiş. Amma 3100-dür. Boş vaxt tapmışkən dəyişim dedim. Yəni dəyişməsəm də onu demək istəyirəm ki, ehtiyac yox idi. Deməli 15-50 katana tökürəm iponun. Bu 92 benzin burada nə gəzir? Çünki yağ setkalarını yuyacam. Bajaj Dominarda bilməyənlər üçündür təbii ki bu çəkiliş. Hər fürsətdə də bunu qeyd edirəm ki, Bajaj Dominarda 2 dənə yağ süzgəci olur. Açsız buradan yağ süzüldü, bu demək deyil, bitdi. Bir də burada gizlində olur. Bir dəqiqə fokuslayaq, tapaq oranı. Aha, baba görürsünüz, burada da olur. Çoxsu deyir ki, adını üstə qoyanlar. Ona ehtiyac yoxdur. Heç bilmir daha var idi, yox idi. Ona ehtiyac yoxdur deyir. Burada da necə ehtiyac yoxdur ki, orada 300 qram yağ qalır. Hə, sonra da deyir ki, bir dəfədən bir dəyişmək lazımdır. 300 qram yağ hər dəfə niyə orada artıq qalsın ki? Sonra bax, yağ filtrini çıxardanda bu cür deşin çıxardın. Çünki onu qıraqların zədələməsin. Bu da belə. İndi bunları təmizləyim. Sonra hamısının yerinə bağlayım, yağı doldurum. Vəssalam, bir də bu səfər isə 4000-dən sonra dəyişəcəm. İzləmədə qalın. Hə, Dominar almaq istəyənlər tərəddüd eləməyin. Alın.